Salam hörmətli tamaşaçılar və hal-hazırda Xəzər FM radiosundan Xəzər xəbəri dinləyənlər. Axşamınız xeyir olsun. Günün ən vacib xəbərlərini diqqətinizə çatdırırıq. Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq bildirib ki, Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin məqsədi təmas xəttində baş vermiş hadisələrin yaxından öyrənilməsidir. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edən Herbert Salber, məsələnin Avropa İttifaqının gələn həftə Lüksemburqda keçiriləcək Xarici Məsələlər Şurasının da müzakirəyə çıxarılacağını deyib. Söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri də müzakirə edilib. Cəbhədə təxribatlarından əl çəkməyən ermənilər vəhşiliklərindən də geri qalmırlar. Azərbaycan ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil almış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Nazirlik həmçinin Ermənistan tərəfinin güya ələ keçirilmiş yüksəkliklərin geri qaytarılması ilə bağlı məlumatlarının da yalan olduğunu açıqlayıb. Azərbaycan ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyidlərinin üzərində işgəncə əlamətləri aşkar edilib. Ölkəmizin ATƏT yanındakı daimi nümayəndəliyinin daimi şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Hərbi Prokurorluğu və Məhkəmə Tibbi Ekspertizası ermənilərdən alınmış hərbçi meyidlərinin üzərində qeyri-insani rəftarlarla bağlı çoxsaylı fakt aşkarlayıb. Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt-alətlərlə zədələr yetirilib. Qulaqları kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib. Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalar başlanılıb deyə bəyanatda vurğulanır. Müdafiə Nazirliyi Ermənistanın Müdafiə Naziri Seyran Ohanyanın açıqlamalarına da cavab verib. Belə ki, Ermənistan rəsmisi bildirmişdi ki, güya döyüşlərdən sonra Azərbaycan ordusunun əldə etdiyi yüksəkliklər yenidən ermənilərin nəzarətinə keçib. Nazirlik bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daimi hədəfdə saxlayaraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır. Ohanyanın digər açıqlamaları da onun dediklərinin həqiqətdən uzaq olduğunu ifşa edir. Belə ki, Ermənistan tərəfi hələ döyüşlər gedən ərəfədə açıqlamışdı ki, Azərbaycan 4 hərbi birləşmə ilə hücum edib. İndi isə o bildirib ki, döyüşlər tağım səviyyəsində məhdud sayda hərbçilər arasında olub. Bundan əlavə Ohanyan öz tankçılarının dırnaqarası məharətindən də danışıb. Halbuki təkcə son döyüşlərdə ermənilərin 30-dək döyüş tankı və onların artilleriya qurğusu məhv edilib. Müdafiə Nazirliyi bir daha bəyan edib ki, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirib. Sosial evlərin tikintisi reallaşır. Bu evləri əldə etməyin yolları nələrdir? Az sonra. Aprel ayının əvvəlində cəbhədə baş vermiş hadisələrə Rusiya mediasının qərəzli yanaşması parlamentdə millət vəkilləri tərəfindən sərt tənqid edilib. Milli Məclisin bugün keçirilmiş plenar iclasının gündəliyində diqqət çəkən məsələlərdən biri də Hesablama Palatasının illik hesabatı, eləcə də MSK-nın yeni tərkibinin təsdiqlənməsi olub. Milli Məclisin bugünkü plenar iclası cari məsələləri müzakirəsi ilə başladı. Millət vəkilləri daha çox aprel ayının əvvəlində Azərbaycanın təmas xəttində uğurlu əməliyyatlarına kölgə salmaq istəyən xarici və daxili media qurumlarını tənqid etdilər.
Rusiyanın bir sıra politolog və dövlət xadimləri hətta ədalətli mövqe nümayiş etdiriblər. Amma bu qərəzli məlumatlar dəryasında bir damla qədərdir. Ona görə mən üzümü Rusiyanın çox milyonlu Azərbaycan diasporasına tuturam. Bu diasporasının görkəmli rəhbərlərinə müraciət eləyirəm və təkid edirəm ki, onlar belə məsələlərdə daha ayıq, daha prinsipial və cəsarətli olsunlar. Gündəlikdəki məsələlərin müzakirəsinə gəldikdə isə əsas məsələ Hesablama Palatasının illik fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı idi. Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, ötən il Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 398 nəfər maliyyə pozuntularına yol verdiyinə görə inzibati qaydada cəzalandırılıb. Palata sədri büdcə vəsaitlərinin istifadəsində yol verilən qüsurlara da toxunub. 10.286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilmişdir. Müəyyən edilmişdir ki, audit olunan qurumlar tərəfindən 49,2 milyon manat məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra olunmamışdır. Daha sonra millət vəkilləri Palatanın hesabatına münasibətlərini açıqlayıblar. Millət vəkili Zahid Oruz bildirib ki, maliyyə vəsaitinin bölgələrdə şəffaf xərclənməsini təmin etmək üçün bu vəsaitlərə nəzarətin səlahiyyəti yerli icra strukturlarından alınmalıdır. Millət vəkili Əli Məsimli isə çıxış edərək bildirib ki, 17 min tələbə təhsil haqqını mövcud şərtlərlə ödəyə bilmədiyi üçün təhsildən məhrum ola bilər. Bu prosesə müdaxilə etmək lazımdır. Yoxsul ailələri təhsil krediti təhsil haqqı mexanizmi vasitəsilə ali təhsildən kənarda qoyurlar. Bu nə insanlığa yaraşır, nə Azərbaycanın konstitusiyasına uyğundur. Bütün parametrlərə görə biz bunu pisləyirik və hesab edirik ki, təhsil kreditləri haqqında hazırladığımız qanun nə qədər tez qəbul olunsa, bu problemi də biz əsaslı surətdə aradan qaldıra bilərik. Gündəlikdəki digər bir məsələ isə Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin təsdiqlənməsi ilə bağlı idi. Milli Məclisdə təmsil olunan partiyalar və partiya mənsubiyyəti olmayan deputatların təqdim etdiyi 18 nəfərlik əsas üzvlər və 4 nəfərlik əvəzedici üzvlərin siyahısı təsdiqlənib. Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və aparat rəhbəri Səfa Mirzəyev də iştirak ediblər. Məzahir Pənahov səsvermə yolu ilə yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib. Sədr müavini postuna Natiq Məmmədov, Mərkəzi Seçki Komissiyasının katibləri isə Mikail Rəhimov və Arifə Muxtarova seçiliblər. Bugün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz Xəstəlikləri Kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox samballı tədqiqatların müəllifi kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Bakının Sovetski kimi tanınan ərazisində yeni yaşayış və sosial yaşa obyektləri tikiləcək. Səbail rayon icra hakimiyyəti Sovetskidə inşa olunacaq 3 qülləni xatırlanan binaların görüntüsünü yayıb. 3 bina Abdullah Şaiq və Bünyad Sərdarov küçələrinin kəsişməsində tikiləcək. Həmin ərazidə hələlik söküntü işlərinə başlanılmayıb. Tikinti üçün 1 il yarım vaxt nəzərdə tutulub. Sakinlərə də istəklərinə uyğun olaraq ya kompensasiya ya da tikiləcək binalarda ev veriləcək. Sosial evlərin tikintisi reallaşır. Bu evləri əldə etməyin yolları nələrdir? Az sonra.
Cəlilabad sakini burnunu əməliyyat etdirmək üçün rayondakı müalicə və diaqnostika mərkəzinə müraciət edib. Yaxınlarının iddialarına görə götürülən analizlərin nəticələrinə əsasən əməliyyatın mümkün olduğu qənaətinə gəlinib, lakin xəstə əməliyyata hazırlanarkən vəfat edib. Xəstə əməliyyata hazırlanarkən dünyasını dəyişib. Hadisə Cəlilabadda baş verib. 36 yaşlı Məhəmməd Hüseynov burnunu əməliyyat etdirmək üçün Cəlilabad müalicə və diaqnostika mərkəzinə müraciət edib. Onun yaxınlarının iddialarına görə həkimlər əməliyyatdan öncə xəstədən müxtəlif analizlər götürüblər. Nəticələrə əsasən də əməliyyatın icra olunması üçün heç bir negativ halın olmadığı bildirilib. Ardınca isə əməliyyata götürülən Məhəmməd Hüseynova tənəffüs yolu vasitəsilə narkoz verilib. Bu zaman onun səhhəti qəfildən pisləşdiyi üçün əməliyyat təxirə salınıb. Məlumat verilməyib necədir, ancaq ilkin yardım göstərərkən, əməliyyata hazırlanarkən qardaşım artıq keçinmişdi. Mərhumun yaxınlarının sözlərinə görə indiyədək onun hər hansı bir ciddi xəstəliyi olmayıb. Sağlam bir adamdır, idmançı bədəndə bir sağlam. Bu 36 yaşı var, bu yaşa kimi heç bir xəstəlik keçirməyib. Yəqin ki, o ilkin yardımda hansısa səhvlərə yol verib, onun üçün də qardaşım dünyasını dəyişib. Məsələ ilə bağlı Cəlilabad müalicə və diaqnostika mərkəzindən bildirilib ki, meyitdən nümunələr götürülərək məhkəmə və tibbi ekspertiza komissiyasına göndərilib. Məhəmməd Hüseynovun ölümünün səbəbi ekspertizanın rəyindən və hüquq mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olacaq. Bakıda külli miqdarda saxta pul hazırlayıb satmaq istəyən dəstə ifşa edilib. 3 nəfəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayət başında, yəni saxta əskinası satarkən tutublar. İdarə əməkdaşları digər əməliyyat zamanı isə qadağan edilmiş dərmanları satan 2 nəfəri saxlayıb. Kafedə saxta pul satmaq istəyən dəstə tutulub. İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərdən birində 10.000 saxta manatı 3.500 manata satmaq istəyən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Saxlanılan şəxslərdən külli miqdarda saxta əskinazlar, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olaraq götürülüb. Dəstə üzvləri bildirib ki, saxta pulları paytaxt ərazisində və Respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar. Bir yerdə hazırladıq pullar, saxta pullar. 10.000 manatı satarkən tutulduq da bir yerdə. İlkin, Müşfiq, özüm olmaq şərti ilə İlkinin tutduğu kirayə evində saxta pul çıxardarkən tutulduq və saxta pulu 10.000 manat dəyərində idi. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir. Bu arada baş idarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi daha bir tədbir nəticəsində isə Ağdam rayon sakini İlham Otarut saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda Rivotril psixotrop dərman preparatı aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş Həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirlərinin davamı olaraq İlham Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub. Rəşid Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş xeyli sayda psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb. İstintaq davam edir. Vətəndaşlar ayda cəmi 80-100 manat ödəməklə ev sahibi ola biləcəklər. Heç ilkin ödəniş də tələb olunmayacaq. Sosial evlər sadəcə paytaxtda deyil, regionlarda da inşa ediləcək. Milli Məclisin komitə sədri Hadi Rəcəbli sosial evlərin kimlərə satılacağını da açıqlayıb. Nə ilkin ödəniş olacaq, nə də ki girov qoymaq. Aylıq kirayə pulu qədər vəsait ödəməklə mənzil sahibi olmaq mümkün olacaq. Sosial evlərlə bağlı təfərrüatları Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli açıqlayıb. Hadi Rəcəbli bu evlərin hər kəs üçün əlçatan olması ilə fərqlənəcəyini deyib. Girov olmayacaq, ilkin ödəmə olmayacaq və birbaşa vətəndaş mənzil kirayəsi verən kimi 80-100 manat civarında aylıq kirayə haqqı ödəməklə 25-20 il müddətinə o mənzilə kirayə haqqı ödəyəcək. Kirayə haqqı bitdi, yəni mənzilin dəyəri miqdarı bitən kimi o mənzilə həmin adamın mülkiyyət hüququ yaranacaq.
Ən önəmli məqamlardan biri isə bu evlərin yalnız Bakıda deyil, bölgələrdə də tikiləcəyi ilə bağlıdır. Yəni mənzilə ehtiyacı olan hər kəs bu tələbatını elə yaşadığı yerdə ödəyə biləcək. Bu binalar təkcə Bakıda yox, regionlarda da tikiləcək, region mərkəzlərində tikiləcək. Və beləliklə Azərbaycanda miqrasiyanın kənddən şəhərə növü dəyişib, şəhərdən kəndə növü ilə əvəz olunacaq. Bu da əlbəttə şərait yaradacaq ki, bizim regionlarımız məskunlaşma prosesi orada da uğurla getsin. Parlamentin komitə sədri sosial evlərin verilməsi zamanı üstünlük veriləcək sosial təbəqələri də açıqlayıb. Qarabağ əlilləridir, şəhid ailələridir, əlillərdir. Sonra ola bilər elə insanlar olsun ki, onlar pensiya yaşında olsunlar, gənc ailələr olsun. Bunlar hamısı o həmin kateqoriyaya düşür. Burada bir başqa məsələ var. Burada bütün hallarda adamın iş yeri olmalıdır. Çünki onu ödəmə imkanı olmalıdır. Aylıq ödəmə versin. Belə evlərin qiymətlərinin ucuz olması da ödənişi həyata keçirənlər üçün o qədər ciddi problem yaratmayacaq. Artıq müəllimlərin maaşından müxtəlif fondlara tutulmalar olmayacaq. Müəllimlərin maaşına nəzarət səlahiyyəti başqa quruma veriləcək. Dəyişikliklər daha nələri nəzərdə tutur? Təfərrüatlar az sonra. Valyuta dəyişmə məntəqələri bağlanandan sonra vətəndaşların bir sıra valyutalar olan tələbatı ödənilmir. Hazırda bankların filial və şöbələrində maksimum 4-5 ölkənin valyutası Azərbaycan manatına dəyişdirilir. Digər ölkələrə gedib gələn vətəndaşların həmin ölkələrdən əldə etdiyi pullar isə istifadəsiz qalır. Dollar, avro, rubl, bəzən funt sterling, lirə. Bunlar banklarda alınıb satılan əsas valyutalardır. Halbuki Mərkəzi Bank hər gün Azərbaycan manatının 45 ölkənin milli valyutasına nəzərən rəsmi məzənnəsini açıqlayır. Siyahıda hətta Malayziya rintingi, İndoneziya rupiyası, Yeni Zelandiya dolları, Cənubi Afrika randının manatla dəyəri göstərilir. Ancaq hər hansı bankda bu pulların alqı-satqısı həyata keçirilmir. Kanadadan, İsveçrədən, Norveçdən Azərbaycana gələn turist əgər milli valyutaya malikdirsə, baxmayaraq ki, milli valyuta dünyada qəbul edən və dönərli valyutadır, amma onu dəyişməkdə problem üzləşir. Bir sıra inkişaf etmiş ölkələrə gedən Azərbaycan vətəndaşları geri dönəndə müəyyən valyutalarla qayıdırlar. Onlar dəyişdikləri valyutanın bir qismini xərcləmirlər. Amma Bakıya geri döndükdən və Azərbaycana qayıtdıqdan sonra həmin pulu dəyişməkdə çətinlik çəkilir. Çünki banklar və bank şöbələri onu qəbul etmirlər. Əvvəllər fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrində 10-15 ölkənin milli pulu manata dəyişdirilirdi. Ancaq həmin məntəqələrin bağlanması problemin miqyasını böyüdüb. Hazırda qanunvericilikdə bankların üzərinə bununla bağlı öhdəlik qoyulmayıb. Onlar istənilən valyutanın alqı-satqısını həyata keçirməkdə sərbəstdirlər. Ancaq ekspertlərin məsələnin həlli ilə bağlı bir sıra təklifləri var. Biz təklif edirik ki, pilot olaraq Bakıda xüsusi valyuta dəyişmə məntəqəsinin formalaşması həyata keçirilsin və həmin valyuta dəyişmə məntəqəsində Mərkəzi Bankın elan etdiyi əsas valyutaların alqı-satqısı reallaşsın. Eyni zamanda daha məqsədə uyğundur ki, Mərkəzi Bank kommersiya banklarına ən azı bir şöbələrində bütün dönərli valyutanın alqı-satqısının həyata keçirilməsinə bağlı tövsiyə məktubu göndərsin. Fransada hökumətin yeni əmək qanunvericiliyinə qarşı etirazlar səngimir. Paris küçələrində demək olar ki, hər gün sərt toqquşmalar qeydə alınır. Buna baxmayaraq, hakim partiya geri addım atmaq niyyətində deyil. Fasiləsiz etiraz aksiyaları və ixtişaşlara baxmayaraq Fransa hökuməti geri addım atmır. Söhbət hakim partiya tərəfindən hazırlanmış yeni əmək qanunvericiliyindən gedir. Gecəni ayaqüstə devizi ilə hər gün Paris küçələrinə çıxan yüzlərlə fəal islahatların dəyişdirilməsini tələb edirlər. Növbəti aksiyada ixtişaş və toqquşmalarla yadda qalıb. Mərkəzi küçələri müharibə meydanına çevirən fəallar mağaza və yaşayış obyektlərinə, böyük alış-veriş mərkəzlərinə ciddi ziyan vurublar. Polis aksiyanı dağıtmaq üçün təzyiqli su və göz yaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb. Daxili İşlər Nazirliyi ixtişaş törədənlərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini deyib.
Etirazlar başlayandan bəri hökumət yeni əmək qanunvericiliyinə dəyişiklik etsə də, bu aksiyaçıları qane etməyib. Qanun layihəsi həftəlik iş rejiminin artırılması, işə götürənin hüquq və səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Canlı yayımda qalmaqallı qanunla bağlı sualları cavablandıran Prezident François Hollande müəyyən maddələrə dəyişiklik edilə biləcəyini deyib. Lakin o, layihənin geri çəkilməsini birmənalı şəkildə istisna edib. Artıq müəllimlərin maaşından müxtəlif fondlara tutulmalar olmayacaq. Müəllimlərin maaşına nəzarət səlahiyyəti başqa quruma veriləcək. Dəyişikliklər daha nələri nəzərdə tutur? Təfərrüatlar az sonra. Gizli telefon danışıqlarının üzə çıxması ilə başlayan qalmaqal Makedoniya xalqını ayağa qaldırıb. İstefa tələbi ilə baş qaldıran etiraz aksiyaları 2 gün sərt toqquşmalarla yadda qalıb. Nəhayət, bugün gözlənilən qərar verilib. İyunun 5-də ölkədə növbədənkənar seçki keçiriləcək. Balkan regionu ölkələrindən Makedoniyada hakim dairələr arasında gizli səs yazılarının ortaya çıxması ilə başlayan qalmaqal növbədənkənar seçkilərlə nəticələnib. Məxfi danışıqların ortaya çıxmasının ardınca Prezident Georgi Ivanovun hakim partiyanın üzvü olan 54 siyasətçinin toxunulmazlığını təmin etməsi minlərlə insanın küçələrə çıxmasına səbəb olub. Son 2 gündə paytaxt Skopye küçələrində etirazçılarla polis arasında sərt qarşıdurmalar qeydə alınıb. Prezident sarayına hücum edən fəallar binanın pəncərələrini sındırıblar. Ədliyyə Nazirliyinin binasında da bənzər mənzərə qeydə alınıb. Daxili İşlər Nazirliyi xeyli sayda xəsarət alanın və saxlanılanların olduğunu bildirib. Uzun müddət davam edən etiraz və narazılıqlar bugün öz bəhrəsini verib. Parlament ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib. Seçki iyunun 5-nə planlaşdırılıb. Buna baxmayaraq, müxalif qüvvələr seçkilərin saxtalaşdırılacağı iddiası ilə prosesdə iştirak etməyəcəklərini bəyan ediblər. Onlar Mərkəzi Seçki Komissiyasında dəyişiklik tələb edirlər. Bakıda bir nəfər işlənmiş avtomobil alıb, ancaq avtomobil elə aldığı gün yanıb. Mütəxəssislər bildirirlər ki, belə halın baş verməməsi üçün işlənmiş maşın alarkən bir sıra detalları mütləq yoxlatdırmaq lazımdır. Avtomobil aldı, amma mənzil başına çatmamış maşın o tutub yandı. Hadisə ötən gecə Bakıda Babək prospektində baş verib. Məlum olub ki, sürücü avtomobili yeni alıb. Sənədləşdirmə prosesini həyata keçirib evə qayıdarkən də maşın qəfil alovlanıb. Yanğına isə avtomobilin mühərrik hissəsində olan elektrik naqillərindəki nasazlıq səbəb olub. Bu fakt ikinci əl avtomobil alarkən nələrə diqqət etmə məsələsini aktuallaşdırır. Avtomobili alanda özünüzlə, yəni avtomobilin elektrik hissəsini və yaxud digər hissələrini yoxlatdırmaq üçün usta aparmısınızmı? Xeyr. Baxıram, xoşum gəlir görünüşdə, alıram özüm. Usta aparmıram heç vaxt. Xeyr, özüm baxıb almışam. Ekspert Qurban Məmmədov isə deyir ki, ikinci əl avtomobil almaq istəyənlər mütləq mütəxəssislə məsləhətləşməlidir. Ona görə ki, əksər avtomobillərin sıradan çıxmış elektrik naqilləri kustar üsulla izolyasiya edilir. Siz bura diqqət yetirsiniz, həmən bu hissəni bir fikir verin, izolyasiya elətdiriblər bunu. Həmən bu izolyasiya bu yerlər üçün nəzərdə tutulmuyor. Çünki buradan gərginlik axını həddindən artıq böyükdür. Bunda ola bilən izolyasiya davam gətirmədən yanğına səbəb ola bilər. Avtomobil seçərkən diqqət etmək lazımdır ki, yağ sızıntıları olmasın. Əks halda bu səbəbdən baş verən yanğın böyük maddi itkiyə səbəb ola bilər. Ən azından təkrar edirəm, avtomobilin mühərrik yerləşə bilən hissəsini açıb, orada hardan yağ axa bilən sızıntılara diqqət yetirməli. Ən azından yaxşı olar ki, ora tərtəmiz olsun. Çünki təmiz ola bilən hissələrdə sızıntılar o dəqiqə özünü göstərir. Ekspertin sözlərinə görə ikinci əl avtomobil seçimində avtomobilin əylət sistemi də yoxlanılmalıdır. Ona görə ki, burada baş verən qızmalar da yanğına səbəb ola bilər. Artıq müəllimlərin maaşlarından fond pulu ya da digər adlarla tutulmalar mümkün olmayacaq. Təhsil Nazirliyi tərəfindən təsis olunan maliyyə hesablaşma mərkəzləri rayonlarda müəllimlərin maaşlarına nəzarət edəcək. Yeni mexanizmlə məktəblər üçün ayrılan xərclər də nəzarətdə saxlanılacaq.
Ümumtəhsil müəssisələrində çalışan 175 min müəllimin maaşlarına nəzarəti yeni yaradılan maliyyə hesablaşma mərkəzləri həyata keçirəcək. Təhsil Nazirliyi tərəfindən yaradılan yeni mexanizm artıq 13 ərazi üzrə Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan və Astarada fəaliyyət göstərir. Masallı və Balakəndə yaradılan 2 mərkəz isə mayın 1-nə fəaliyyətdə olacaq. İndiyə qədər, yəni 2015-ci ilədək bu xərclər yerli idarəetmə qurumlarından büdcəsində ayrı maddələ, yəni təhsil maddəsi ilə icra olunurdu. Təhsil Nazirliyinin sözcüsü Cəsarət Valihov deyir ki, yeni mexanizm müəllimlərin maaşlarından ayrılan əlavə xərclərə nəzarəti gücləndirəcək. Bəzən bölgələrdə müəllimlərin əmək haqqlarından müxtəlif fondların tərəfindən tutulmalar yəni qeyd olunurdu. Artıq bu fondlardan, müəllimlərin əmək haqqlarından bu cür fondlar tərəfindən tutulması hallarına son qoyulacaqdır. Müəllimlərin maaşları ilə yanaşı məktəblərin maliyyə xərclərinin tənzimlənməsi də yeni maliyyə mərkəzlərinə həvalə olunub. Bu isə məktəblər üçün ayrılan vəsaitlərin səmərəli xərclənməsinə imkan verəcək. Təhsil xərclərinin eyni zamanda inzibati resursların mərkəzləşdirilmiş qaydada istifadə olunması bu ona imkan verəcək ki, ölkənin bütün coğrafiyasında təhsillə bağlı olan maliyyə resurslarının istifadə olunması, icra olmasıyla bağlı daha optimal həll variantları, daha optimal qərarlar qəbul ediləcəkdir. Yeni mexanizmin tətbiqi 3875 ümumtəhsil və 259 məktəbdən kənar təhsil müəssisəsi daxil olmaqla ümumilikdə regionlarda 4134 təhsil müəssisəsini əhatə edir. Samir Piriyev və Kamran Həsənli arasındakı gərginlik səngimir. Müğənni şoumeni dələduzluqda ittiham edir. Az sonra. Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları külli miqdarda at əti satmaq istəyən şəxsləri saxlayıb. Polis saxlanılan şəxslərdən 1 ton xəstə heyvan əti aşkar edərək zərərsizləşdirib. Xəstə atları kəsib Bakıda mal əti adı ilə satacaqdılar. Saatlı rayonunda mənşəyi məlum olmayan ət satışına baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları mane olub. Rayon sakinləri əvvəllər məhkum olmuş Adgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyərkən saxlanılıblar. Məlum olub ki, onlar Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakıda mal əti adı ilə satmaq istəyiblər. Atları alırdıq, xəstə atları kəsirdik, mal ət əvəzi ilə yollayırdıq Bakıya. Satılan zaman tutublar bizi. Kör, şikəs, xəstə atları alırdıq, kəsirdik, mal ət əvəzinə yollayırdıq Bakıya, atxodan başının yağında qazıb bastırırdıq. Gəldik, o maşına yüklədik, yola salanda tutulduq. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər. Fakta görə araşdırmalar davam edir. Gəncədə ödəniş terminallarını soyan 3 gənc saxlanılıb. Buna qədər onlar 2 terminaldan 1300 manat pul aparıb, aparatlara isə ziyan vurublar. Maskalanaraq xüsusi alətlərlə havanın dumanlı vaxtlarında hərəkətə keçiblər. Gəncədə 3 dost əlbir olaraq küçələrdə yerləşdirilən ödəmə terminallarına qənim kəsilib. Şəhər sakinləri Tural Əşrəfov, Atil Hacıyev və Həsən Salmanovun ilkin cəhdləri uğursuzluqla nəticələnib. Getdik piyada. Oradan çevrədik, gördük maşın gəlir, çıxardanmalar. 2-3 dəfə elədik, maşın gəlib keçdiyini gördük, o da çıxdıq getdik evə. Ancaq sonraki cəhddə onlar məqsədlərinə nail ola biliblər. Onun üçün olan həmişəki oldu, göy arsında gəlir, qırdıq. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri ilə bu cinayətdə şübhəli bilinən gənclər saxlanılıb. Gecə saat 03 radələrində Atil Hacıyev və Tural birlikdə Gəncə şəhəri Atatürk prospektində yerləşən milli ön aparatına yaxınlaşaraq özləri ilə götürdüyü dəmir alətlə həmin aparatın pul sandığı olan hissəsini söküb götürərək zərər çəkmişə əmlakına zərər vurmaq, qəsdən zərər vurmaqla həmin vaxt 1065 manat məbləğində pul sandığı olan hissəsini özləri ilə götürüb aparmışlar.
Dindirmə zamanı məlum olub ki, gənclər tanınmamaq üçün xüsusi yollara başvurublar. Onlar 2 terminaldan ümumilikdə 1300 manata yaxın pul oğurlayıb. Saxlanılan gənclərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. Samir Priyev və Kamran Həsənli arasındakı gərginlik səngimir. Müğənni şoumeni dələduzluqda ittiham edir. Az sonra. Kürdəmirdə nar bağları qurumaq təhlükəsi ilə üzləşib. Əsasən də Bala Kəngəri kəndində ağaclar inkişafdan qalır. Mütəxəssislər bunu qışdakı şaxta ilə əlaqələndirirlər. Bu pöhrələr ki var, bu pöhrələr gülləyib bizə məhsul verməyəcək. Bunda hansı ki, bax bu gülər var ha, bax yaxşı bu var ha. Bunda olan az nəmliyin hesabına bunlar tumurcuq var. Bu da çəkər haradasa belə bu ayın axırından mayın 5-nə qədər. Ondan sonra bu nəmli qutarandan sonra bu tumurcular quruyacaq, məhv olacaq. Kürdəmirdə hektarlarla nar bağında ağaclar inkişafdan qalıb. Fermerlərin narahatlığına səbəb nar ağaclarının günü-gündən qurumasıdır. Rayonun Bala Kəngərli kəndində 2009-cu ildə sakinlər bir araya gələrək özlərinə məxsus pay torpaqlarından nar ağacı əkiblər. Hər il bar verən ağaclar bu dəfə inkişafdan qalıb. Bu da təbii ki, bağ sahiblərini narahat edir. Şaxta vurdu yanvar ayında bu məhsulu beləncə bu hala qoydu. Cəmaatın zəhməti, əziyyəti. Budaqlar quruyub. Bax, qurudu. Həyət yanında da belə vurub, şaxta vurub. Bir iki belə kütləvi şəkildə bunlar zəhmət belə hədər getdi da. Biz də 10 nəfər, 20 nəfər bir pay torpağımızı birləşdirdik ki, bunlarla pul qazanırıq. Yaxşı pul qazanırdıq. Bu il nəsə məhsul yoxdur. Agronom Çingiz Mayılov deyir ki, ağaclar hazırda normal vəziyyətdədir. Qabığını qaldıranda isə qurumağa meyilli olduğu görünür. Bu ağacın gövdəsində, bax bu da, bu vəziyyət ki var, bu qaralıb. Bu əsasən olmalıydı, ağır olmalıydı. Bu qaralıb ki, deməli bunu şaxta vurub. Yuxarı qida geçmir. Ona görə bu qapqara qaralıb, bax bu da. O yuxarı qida geçmədiyinə görə bu ağaclar quruyub. Fermerlərin sözlərinə görə qonşu rayon Ağsuda da belə bir vəziyyət müşahidə olunur. Həm idman növü kimi, həm də sərfəli nəqliyyat vasitəsi kimi velosipedə maraq həmişə yüksək olub. Hava isindikcə bu maraq daha da artır. Əməkdaşlarımız velosiped dükanlarında olub, həm bu nəqliyyat vasitəsinin qiymətləri ilə maraqlanıblar, həm də mütəxəssislərdən bəzi tövsiyələri sizin üçün öyrəniblər. Ölkədaxili bazarda ən çox Çin, İran, Rusiya, Ukrayna, Polşa və Alman istehsalı olan velosipedlərə rast gəlinir. 5 ildir velosiped alqı-satqısı ilə məşğul olan Elşən Vəliyev deyir ki, ötən illərlə müqayisədə velosipedə maraq artıb. Velosipedlərin qiymətləri isə keyfiyyətindən və xüsusiyyətindən asılı olaraq 200-1000 manat arasında dəyişir. Şəhər daxilində, biraz uzaq məsafəyə sürmək bunları rahatdır. Neçədir qiyməti? Bunların qiyməti 200 azındır. 1000 manata dediyimiz, belə desək, bu velosipeddir. Sürət ötücülərinin sayının biraz artıq olması bunun yenə qiymətinə təsir eləyir. Uşaq velosipedləri isə 65-350 manat arasında satılır. Daha çox universal tipli velosipedlər satılır ki, bunun da əsas alıcıları 25-35 yaşlı insanlardır. Boyuma uyğun 29 düymlük velosipedlə maraqlanıram. Çox güman ki, dağ idman. Yox, şəhərdə elə bir vaxt olmur ki, rayona zala yerənə vaxt belə. Satıcıların sözlərinə görə vətəndaşlar velosiped alarkən əvvəla bu nəqliyyat vasitəsini hansı ərazidə sürəcəklərini nəzərə almalıdırlar. Alüminium çərçivəli velosipedlərə üstünlük verilməsi də əsas tövsiyələrdəndir. Çünki velosipedin çəkisi nə qədər yüngül olarsa, onun komfortu bir o qədər çox olur. İnsanın boyuna görə gövdələr seçilir. Hər gövdənin də öz ölçüsü var və hər boya görə gövdə seçilib verilməlidir. Velosiped əyləncəli olduğu qədər təhlükəli də ola bilər. Bu baxımdan baş, dirsək və dizlərin xəsarət alınması üçün xüsusi qoruyucu vasitələrdən istifadə olunması tövsiyə edilir. Bu qoruyucu vasitələrin qiyməti isə 20-350 manat arasında dəyişir. Günün qaranlıq vaxtlarında velosiped sürərkən isə velosipedin arxa və ön tərəfinə xüsusi işıqlar qoyulmalıdır. Bunların qiyməti isə 4-60 manat arasındadır.
Bir müddətdir müğənni Samir Piriyev və şoumen Kamran Həsənli arasındakı gərginlik səngimir. Müğənni şoumeni dələduzluqda ittiham edir, hətta bacısını da bu işə qatıb. Kamran Həsənli isə ittihamların doğru olmadığını və pulun şərikli biznesdə batdığını deyir. Bununla belə onu qaytaracağını bildirir. $80.000 borcdan boyun qaçırdı. Dedi ki, gözdən, nə bilim neyinə. Boş-boşuna sən yəni alladırsan da artıq 10 ilə yaxın bir vaxtdır ki, 8 il az vaxt deyil. Yəni biz bir şirkətə pul qoymuşuq. Mən ondan 4 dəfə artıq qoymuşam, evimi satıb qoymuşam və mənim də pulum batıb orada. Türkiyədə şərikli biznes təşəbbüsü iki tanınmışın arasını vurub. Bir müddətdir gündəmdə olan bu qalmaqal səngimir. Məşhur müğənni ilə aparıcı arasında yaşanan mübahisəyə səbəb quracaqları işə qoyduqları puldur. Müğənni Samir Piriyev Türkiyədə quracaqları işə görə Kamran Həsənliyə $115.000 pul verib. Elə bütün problem də bundan sonra başlayıb. Mən burada pulu verdiyim $115.000 və bunlar artıq məni göndərdilər ora. Ora gedəndə isə bacısı məni qarşıladı. Dedilər ki, sən artıq biraz da artıq verməlisən, artıq səhim almaq üçün. Mən də onlarla belə razılaşmadığımı dedim. Dedim, əgər belə deyilsə, mənim pulumu qaytarın. Yəni, problem yoxdur da. O da dedi ki, pulum məndədir. Sonra 7 ildir mən gözləyirəm. Sonra 15.001 verdilər. Sonra bir dəfə də maşınını verdi mənə, yəni söylədiyim kimi. Sonra artıq 80.000 borcdan boyun qaçırdı. Biz pulu verib şirkətə, biz şirkətə şərik olmuşuq. Türkiyədə böyük bir şirkət. Onun da sahibi Ərhan Yılmaz. Türk vətəndaşıdır. Bizə və Samirə ona 80.000, mənə 300.000 avro borcludur. Sənəd gəlir. Bu həmən şirkətin tapusu, yəni kupçası filanı, hər şey. Bunlar hamısı istintaqa təqdim olunur. Pulların şirkətə qoyulduğunu və həmin şirkətin müflis olduğunu deyən Kamran Həsənlinin sözlərinə görə müğənninin adına səhmlər var. Ancaq Samir Piriyev ona məxsus hansısa səhmlə bağlı sənəd olmadığını deyir. Sən mənim səhimimi də vermədin. Yalandan deyir ki, səhim getdim, mənə səhimimi keçirtmədilər adıma. Yaxşı, deyir ki, sənəd çıxardın. Hansı sənəddən söhbət edir? Mənim adım yox, imzan yox. Hansı bank şotuna otuzdurub? Mənim adım varmı? Mənim ismim varmı orada? İşdə olur belə şey biznes işində. Qazanarsan, bəzən batırarsan. Milyonlarla dünyada biznesmen var ki, pulu qazanırlar. Milyonlarla da biznesmen var ki, sonra müflis olurlar. Ayrı-ayrılıqda mətbuat konfransı keçirən tərəflər artıq məhkəməyə də müraciət edib. Müğənni Samir Piriyev hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də dələduzluqda ittiham edir. Müvəkkilin vəkili Ruslan Əhmədoğlu'nun sözlərinə görə o Daxili İşlər Nazirliyinə məsələ ilə bağlı müraciət edib. Hörmətli tamaşaçılar, bugünlük sizə çatdırmaq istədiyimiz xəbərlər bunlar idi. Əsas xəbər buraxılışımızın sonuna çatdıq. Hadisələrin gedişatını xəzərxəbər.com saytından izləyə bilərsiniz. Sağ olun.